بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا Muhammed وعلى آله وصحبه أجمعين. Değerli kardeşlerim, danışmaq istədiyim mevzu Quran əhli olmağın məsuliyyəti, Qurana xidmət, Quranı qorumaq, Qurana sarılmaq, Quranla yaşamaq, Quranı öyrənib öyrətmək. Deməli, əziz qardaşlarım, burada nəsihətin əsası budur ki, Quran-ı Kərim yalnız oxunmaq üçün deyil, yaşanmaq, qorunmaq, öyrənilmək və insanlara çatdırılmaq üçün nazil olmuşdur. Quran-ı Kərimi dünya mənfəəti, şöhrət və ya insanların tərifi üçün vasitəyə çevirmək ixlası zəiflədir və bərəkəti azaldır. Uca Allah buyurur: وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا. Ayələrimizi ucuz bir qiymətə satmayın. Bəqərə surəsinin 41-ci ayəsi. Yəni qardaşlarım, Allahın ayələrini yalnız dünya qazancı, məqam və ya şəxsi mənfəət üçün istifadə etmək icazəli deyil, qadağandır. Həmçinin Quranı qorumağın ən mühüm yolu isə davamlı təkrar, əməl və təlimdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Quran sahibi özünü ona bağlı saxlamasa, o daha sürətli unudular. Bu səbəbdən də alimlər əzbərin, hifzin qorunmasını davamlı mübarizə və səbir saymışlar. Yəni Allah üçün səbir və ixlaslı olmaq əsas qayədir, əsas hədəfdir. Çünki Allah subhanahu ta'ala ixlaslı qullarına bərəkət və çıxış yolları verir. Necə ki, Uca Allah buyurur: وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Kim Allah'tan qorxarsa, Allah ona çıxış yolu verər və ona gözləmədiyi yerdən ruzi verər. Talaq surəsinin 2-ci və 3-cü ayələri. Qardaşlarım, Quran-ı Kərimi öyrənmək və öyrətmək isə ən fəzilətli əməllərdəndir. Allah Resulü buyurmuşdur ki, xayrakum mən təalləməl Qur'an və alləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir. Təsəvvür edin qardaşlar, sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəninizdir. Buna görə insan öz ölkəsində, ailəsində və ətrafında Quran-ı Kərimi öyrənməyə, öyrətməyə, onu yaymağa səy göstərməlidir, çalışmalıdır. Az da olsa davamlı edilən ixlaslı əməl Allah yanında böyükdür. İnsan Quran xidmətlərindən uzaqlaşsa, Allah dininə başqa insanları səbəb edər. وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ. Muhammed surəsinin 38-ci ayəsində Uca Allah buyurur ki, əgər üz döndərsəniz, Allah sizin yerinizə başqa bir qövm gətirər və onlar sizin kimi olmazlar. Bu səbəbdən mömin, müsəlman Quranı həyatının mərkəzinə qoymalı, həyatını mərkəzə etməli, onu ixlasla öyrənməli, öyrətməli, əməl etməli və bacardığı qədər insanlara çatdırmalıdır. Ən doğrusunu Allah bilir. Vəsselamu aleykum və rəhmətullahi və barakatuhu.